Yanvarın 21-də Azərbaycan Kinematografçılar İttifaqının kino zalında növbəti görüş müzakirə keçirildi. Bu dəfə diqqət mərkəzində rejissor və ssenarist Nurlan Həsənli idi. Ssenaridə aktlar və keçidlər adlanan görüşdə Nurlan Həsənli öz iş metodundan və ssenari yazmaq təcrübəsindən söhbət açdı. Təqdimatını dünya kinosunun konkret nümunələri üzərində quran Nurlan Həsənli, dramaturji xəttin inkişafında xüsusi əhəmiyyət kəsb edən aktlar arasında əlaqələrin qurulması və yanaşma metodlarını dəqiq şəkildə izah etdi. Bilirsiniz ki, Kinematografçılar İttifaqı artıq bir neçə aydır ki, qəhrəmanı uşaq olan ssenarilərlə bağlı müsabiqə elan edib, Sənəy uşaqlı. Və bu çərçivədə Nurlan Həsənli yardım etmək məqsədi ilə həm nəzəri bilgilərini, amma daha çox təcrübəsini bölüşəcək və mövzu ssenari keçidlər, aktlardır. Birinci növbədə bunu başa düşmək lazımdır ki, bu aktlara bölünmə, bu dramaturji məsələlər bu düstur deyil. Keçən həftə burada izah etməyə çalışdım, amma qısa bir şəkildə. Yəni, kimsə deməyib ki, gəlin bundan sonra bu olsun, bundan sonra hekayələri belə yazaq. Əksinə, hekayələr var idi və bunun içindəki qanuna uyğunluqlardan çıxarılan bir düstur formalaşır və bundan sonra bundan istifadə edə bilərik kimi bir qayda formalaşır deyil, bir düstur formalaşır. Amma əslində bu başdan bir formalaşmış bir düstur yoxdur. Bu da necə olur? Mənim düşüncəmə görə bu təbii ki, ssenari yazma, hekayə qurma məsələsi təbii ki, başlasaq şifahi ədəbiyyatdan başlayır. Yəni, lap belə ibtidai dövrə geçsək, atəş başında hekayə danışan, məddahlar, digər obrazların danışığından gəlir. Mənim təxəyyülümdə bu belədir ki, hər dəfəsində onlar danışırdılar və müəyyən şəkildə bir izləyicisi var idi və izləyici hansı yerdə həyəcanlanır, hansı yerdə gülür deyə və daha sonra o hekayələrində bir təkamülə gedirdilər, onu update edirdilər, dəyişirdilər və bu hekayə danışma strukturu əslində insanlardakı təəssürata görə formalaşmış kimidir mənim beynimdə, təxəyyülümdə bu formadadır. Daha sonra isə yazılı ədəbiyyata keçdikcə ya da şifahi ədəbiyyat genişlədikcə miflər, nağıllar, bu formada əfsanələr, tragediyalar, komediyalar ortaya çıxırdı və bunlar da artıq həmin o üslubu davam etdirirlər. Çünki artıq bir müəyyən bir hekayə anlatma üslubu yaranmış idi şifahi xalq ədəbiyyatında. Daha sonra isə ilk dəfə olaraq, yəqin ki bu belə olub, Aristotelin Poetika kitabı yazılır və Aristotel burada öz dövrünə qədər, yəni hazırda tapılan tragediyaları və komediyaları analiz edir və bunların ortaq bir məxrəcini çıxardır ki, yəni hekayə strukturu dediyimiz bir şeyin hazırda danışdığımız o Sitfeld, Mahki, onun ruşeyma atılır Aristotelin Poetikasında. Əslində daha sonra çıxan kitablar da, məsələn, Layşegri bunun piyes yazma haqqında edir. Daha sonra Sitfeldin ssenari haqqında, Robert Mahki, Black Snyder, Qəhrəmanın yolu. Əslində mənə görə hamısı eyni bir şeydir. Sadəcə olaraq orada Nizat da keçən də müəyyən bir nümunələr saymışdır. Daha çox qəbul olunan bu ki, 3 akt üzərindədir. Bu da bu formada olur. Belə bir şey şərti olaraq adlandıraq. Daha böyük hissəsi ikinci aktda qalır. Qısa bir hissəsi birinci aktda, ən bir qısa müddətdə bu üçüncü aktda alınır. Deyək, bu birinci akt, ikinci akt, üçüncü akt. Problemli olan bölümlər əslində ideyalardan görürəm ki, çoxlar ikinci aktda olur. Çünki insan bir ideya formalaşdıranda deyir ki, filan adam var, belə şey olur, sonra da axırda da belə olur. Çox vaxt görürsən ki, amma bura gəlib çıxacaq, böyük bir yer var. Əslində ikinci akt ən böyük bir hekayədə yer tutan yerdir. Və bunu da doldurmaq əsasən çox çətinlik olur. İndi sıranı gedir. Əsasən birinci növbədə fikir verilir burada açılış səhnəsi. Biz çox vaxt açılışı şey kimi başa düşürük, xarakteri tanıtdırmaq, onu təqdim eləmək və nə olur, yuxudan durur, ora gedir, bura gəlir, belə. Biz çalışırıq ki, onu tanış edək, obrazı izləyiciyə başa düşülsün. Amma o deyil məsələ. Açılış məsələsi elə bir səhnə olmalıdır ki, əslində. Bundan sonra bizi gözləyəcək film haqqında müəyyən bir təəssüratımız formalaşsın. Bizi o filmə izləməyə təhrik eləsin. Və bu səhnə içində onun janrı, atmosferi, necə bir filmin bizi gözlədiyinə dair bizə bir hiss versin. 5-ci element filmi. Demək, necə başlayır 5-ci element filmi? Misirdə görürük ki, bir araşdırmacı alim var və divarda bir şey oxumağa çalışır. Bir müddət sonra artıq oxuyacağı anda inaplanetlər, yad planetlilər
düşürürlər. Əvvəlcə bir rahib gəlir, onları öldürmək istəyir və biz bir səhnə içində, bir dənə o ehramın içində həm görürük ki, bu bizi nə gözləyir? Yad planetlərlə, hekayə ilə bağlı bir şey olacaq, tarixi ilə bağlantısı olacaq, burada ölüm dirim də ola bilər, hər şey verir birinci səhnədən və biz izləməyə davam edirik filmi. Amma hələ də obraz kim olacaq, əsas obrazımız heç bilmirik məsələn. Sonra, bundan sonraki müddət gəlir, bura qədər deyək, buradan bura qədər olan müddət əslində status quo kimi adlandıra bilərik. Açılış verdikdən sonra biz əsas obrazımızı təqdim edirik və əsas obrazı təqdim edərkən biz görməliyik ki, bu hazırda, bu dəqiqə, bu andakı həyatın hansı formadadır? Buna nə aiddir? Harada yaşayır? Ev. Çox vaxt evi önəmlidir. Yaşayır, evi varmı, yoxmu? Harada yaşayır? Necə bir evdə yaşayır? Ətrafındakı insanlar kimdir? İşi nədir? İşləyirmi, işləmirmi? Və sosial həyatı nədir? İşdən xaric bu neyir? Bu üç şey verəndə əslində biz biraz obraz haqqında müəyyən bir təəssüratımız yaranır. Bayaqçı o dediyim o rejissor nümunəsindəki o problem o idi ki, mən fikirləşəndən sonra. Biz obrazı olduğu status quo deyəndə çox düz hazırdakı vəziyyətini göstəririk. Yəni, evini veririksə, sadəcə evdən yuxusudan durmağını veririk. Və yaxud da işini veririksə, normal bir işini veririk. Normal işlə nə işləyiriksə, onu veririk. Hazırki dövrdə. Amma mənim orada tapdığım çarə budur ki, status quo-da belə müəyyən bir problemlər qoyulmalıyıq. Yəni, ev həyatını göstəririksə belə, evdə də bir problem, işdə də bir problem, xırda-xırda problemlər verməliyik ki, o bizi biraz həmin o həyəcanda saxlasın ki, izləməyə davam edə bilək. Oradakı rejissorun mənim tapdığım çarə buydu məndə. Və bu tipli problemlər göstərəndə əslində, artıq biz obrazın müəyyən səviyyədə obrazın əksikliklərini də görürük ki, və obraz inkişafında bizdə artıq müəyyən bir təəssürat yaranır ki, hansı əksiklərini bu tamamlayacaq bu yol boyunca. Eyni zamanda da bu ərəfədə həm də onun üstünlüklərini də verməliyik. Niyə görə? Çünki bu müəyyən bir ikinci aktda müəyyən bir yola çıxacaq və müəyyən bir şey bacarmalıdır. Ona görə də əslində müəyyən bir bacarıqları da olmalıdır, üstünlükləri də olmalıdır ki, bu yolda o qalib gələ bilsin və antagonistlərin, negativ qüvvələrin, konfliktlərin üstəsindən gələ bilsin. Məsələn, gələk şeyə, yenə Parazit nümunəsinə gələk. Parazitdə əsas obraz kimdir? Ata deyil, əslində oğludur. Oğul obrazı, əsas obrazı və biz daha çox onun inkişaf xəttini görürük orada. Və obrazı nə görürük? Bəli, elə bir dövrdə yaşayır ki, elə bir yerdə yaşayır ki, çox kasıb həyatı var, dostu var ki, müəyyən bir şəkildə zəngin həyata çıxış əldə edib. Bunun da müəyyən bir bacarıqları var, ingilis dili bilir, müasir oğlandır. Hər cür müəyyən bir məlumatlar atdı biz üçün orada. Və yaxud da keçək şey, 5-ci element filmində. 5-ci element filmində Bruce Willis oynayır əsas qəhrəmanı. Onu tanıtan kimi görür ki, adam köhnə hərbiçi olub, hərbiçi vaxtı çox uğurlu olub, bütün növ silahları istifadə edə bilir. Amma hazırda taksi sürücüsüdür, uçan taksi sürür. Amma uçan taksisində, sürücülük vəsiqəsində ballar var artıq, orada bir problemi var. Sonra öyrənir ki, arvadı atıb gedib, bunu artıq sevgiyə inanmır. Bütün bununla bağlı məlumatları artıq vermiş olur burada bizə. Biz artıq onunla bağlı yola çıxanda təsəvvürümüz yaranır ki, bu hansı problemləri həll edə bilər, hansı əksikliyi isə tamamlayacaq. Bu belə. Haradasa təxmini 15-20-ci dəqiqəyə gələndə, 12-15 dəqiqə, 12-20-ci dəqiqə deyək, burada bir katalizator hadisə baş verir. Sitfield, Black Snyder, Wobbler, hamısının əslində eyni cür qəbul eləməyim səbəbi odur ki, hamısına baxsaz, sadəcə adlandırma fərqlidir. Obrazı təqdim edirlər, daha sonra burada bir hadisə baş verir ki, obraz məcbur qalır ki, status quo-dan çıxmalı olsun. Buna biri katalizator deyir, biri inside incident, təhrik edici hadisə deyir, biri macəraya çağrı deyir, müxtəlif adlardır. Bu katalizator hadisə nə olur? Müəyyən bir şəkildə status quo-da insan yaşayırdı da, yəni bəli, əksikləri vardı, üstünlükləri var idi, amma bir hadisə baş verir və deyir ki, buradan artıq çıxmalısınız. Yəni, normalda özümüzün həyatımızla fikirləşək. Təbii ki, hamımızın müəyyən bir şəkildə problemlərimiz var, amma bir şəkildə həyatımız davam elətdirik. Və birdən-birə müəyyən bir hadisə gəlir bizim başımıza çıxanda, təbii ki, bu bizə
qərarsız qoyur da, buna davam edək, bu yola gedək, yoxsa elə otağımızda qalaq çıxmayaq. Bura gəlməyimizi belə buna daxil edə bilərik. Evdə oturmuşduq da, məsələn, soğuk idi hava, amma burada bir proqram var. Bu proqram, bu hadisədə əslində katalizator hadisə. Yəni, bizi çağırır ki, gəlin burada oturaq, söhbət edək, amma evinizdə də otura bilərdiniz. Bu kimi fikirləşə bilərik. Parazit filmindən nümunə ilə gətirsək, Parazitdə oğlanın dostu gəlir restoranda ona təklif edir ki, mən bir zəncinin evində işləyirəm, istəyirsən səni də ora düzəldim, orada müəllim kimi işləyir, mən pul qazanırsın. Orada qərar verməlidir ki, geçsin istəsin, yoxsa yox. 5-ci element filmində isə Bruce Willis'ə gəlir, təklif olunur ki, sən gedib orada müəyyən bir cisim yaxınlaşır dünyaya, onların dünyasına və bu cisimi qarşılıq almaq üçün həll yolu başqa bir planetdədir. Bayaq da öyrənmişdik ki, bu çox yaxşı hərbiçi olub, hər cür silahı istifadə edə bilir və ona təklif olunur ki, gəl bizə kömək edir. Bundan sonraki bir hissə var ki, buna debat deyə bilərik. Yenə eyni şəkildə hər senaryo kitabında bunu fərqli cür adlandırıldığını görə bilərik. Mənim xoşuma gələn Black Snyder'in adlandırdığı debatdir, debatdır. Bu nədir? Bayaq dedim, məsələn, müəyyən bir həyatımız var, problemləri var, əksiklikləri var. Ona görə əlavə bir hadisə ki, baş verəndə həyatımızda, onu anında elə gedib çıxaq bu yola, eləyək demirik. Heç bir zaman olmur bu. Müəyyən özümüzün həyatımıza da baxaq. Bu müsbət bir hadisə də ola bilər. Azərbaycanda yaşayırıq, buradayıq, müəyyən bir problemlərimiz var, amma üstün tərəfləri də var. İşə gedirik, gəlirik falan. Bir gün bir qərar gəlir ki, sən Amerikaya gedirsən və yaxud da hansısa istədiyiniz bir ölkəyə köçmək təklifi yanır. Təbii ki, burada biz nəyə fikirləşəcəyik? Artıq debat eləməyə başlayırıq. Gedimmi, getməyimmi? Getsəm nə olacaq, qalsam nə olacaq? Bu yola çıxımmı, çıxmağım üçün nələr lazımdır? Bu debatdır. Heç bir xarakter, insan da, filmdəki də obraz da müəyyən bir hadisə başına gəldikdən sonra ani bir qərarla bu yola çıxmır. Ona lazımdır ki, müəyyən bir hazırlıqdan keçsin. Çox vaxt, bəzi hallarda obraz istəkli olur bu yola, yəni o etiraz eləmir bu yola çıxmağına, amma ona nə lazım olur? Bir hazırlıq müddəti olur. Buna da məsələn, action filmlərdə, karate idman filmlərində görsəz, müəyyən bir mentorun yanına gedir və o idman təlimlərindən keçir ki, o ikinci akta hazır olsun. Katalizator hadisəsi bəzən bu 12-15-ci dəqiqədə olur, bəzən isə hətta hekayənin başında olur. Bu nə zaman olur? Bunda mənim analizim belədir ki, əgər katalizator hadisəsi elə bir geniş bir hadisədir ki, istənilən bir obrazın başına gələndə onu bu yola şövq eləyəcək, onda hekayənin başına qoya bilirik. Məsələn, Jaws filmindəki akulaların üzümü. Hekayənin əvvəlində heç qəhrəmanı biz tanımamışıq və qəhrəmanın hələ məlumatı belə yoxdur hadisədə. Yox, əgər katalizator hadisəsi ancaq bizim filmimizdəki obrazın başına gəldiyində onu hərəkətə sövq edəcək bir hadisədirsə, onu artıq əvvəlcə təqdim edib obrazı, daha sonra katalizator hadisəni verməliyik. Məsələn, Rocky filmində əvvəlcə onun necə bir idmançı olduğunu bilməliyik ki, həyatındakı əksiklikləri görməliyik ki, daha sonra o və yaxud da Parazit filmində olduğu kimi və yaxud da 5-ci element filmində olduğu kimi. Debat üçün Black Snyder'in həlli belədir ki, biz necə ki, onu Staçkovasun həyatını göstərdik da, evdə, sosial həyatında, işdə. Black Snyder deyir ki, evin, o 3 dənə məkanın ikisini götürüb, obrazınızı həmin məkanda debat elətdirə bilərsiniz. Dostu ilə məsləhətləşə bilər, hansı bir mentor ona yön verə bilər, müxtəlif yollarla və yaxud da özü razı gələ bilər ki, artıq müəyyən bir düşüncədən sonra və ikinci akta razı ola bilər. Bəzən isə obraz o qədər deaktivdir ki, passivdir ki, onda lazım olur ki, ikinci bir hadisə baş versin ki, bu ikinci akta keçirə bilsin. Ağlıma gələn nümunə burada şeydir, Cəsur Ürək filmində bağlı bir hadisədir, Rimbolos o film. Orada qəhrəman açılış da verilir, xarakter də tanıyırıq, amma xarakter bir uşaq vaxtından gedir, sonra geçişib gəlir öz ölkəsinə və ölkəsi İngiltərəyə qarşı bir mübarizənin içindədir. Ona da təklif olunur ki, mübarizəyə qoşul, amma o belə döyüşə, müharibəyə, bir mübarizəyə qarşıdır, istəmir ki, qoşulsun. Və nə olur orada, xatırlasaq, belə bir hadisə baş verir, o sevdiyi qadınla evlənir, amma həmin müddətdə bir adət var. Toy gecəsi həmin qadın, həmin ərazinin İngiltərə idarəçisi ilə birlikdə olmalıdır.
və həmin gün də onun toyuna gəlirlər götürmək, amma o mübarizə aparır orada. O razı olmur o adətə və hadisənin sonunda yoldaşını öldürürlər. Bu nə hadisədən sonraki səhnə belədir. William Wallace atın üstündə gedir, əlini qaldırır belə, sanki belə təslim olurmuş kimi, amma əlini atır, qılıncı çıxardır və ilk dəfə mübarizəyə başlayır. Bu artıq insider insidentdən, yəni katalizatordan fərqli ikinci bir hadisədir ki, məcbur buraxsın, qəhrəmanı ikinci akta keçsin. Buradan artıq ikinci akta keçdik. İkinci akta ən önəmli nöqtəyə gəlirik, bura izah eləməkdən əvvəl. Tam ortasında midpoint deyə bir nöqtə var. Bunu da yenə dediyim kimi, istədiyiniz kimi adlandıra bilərsiniz, hərə bir adlandırır. Əsas məntiq nədir? Hekayənin düz ortasıdır bu. Bu elə bir nöqtədir ki, bura qədər obraz bir müəyyən bir yola çıxdı da, düzdürmü? Bu midpointdəki hadisə əvvəlki hadisələrlə bağlantısı olan, amma obrazı tamamilə başqa bir yönə yönləndirən bir hadisədir. Qəşəng cümlə. Bu belə bir hadisədir. Məsələn, parazit nümunəsindən bir dənə sual verin. Kim deyə bilər, midpoint nədir? Midpoint orada şaftalı səhnəsi şeylə. Okey, sonra Qadının evə gəlməyi ola bilər. qulluqçunu. Qulluqçunu yoxsa? Qulluqçunu, köhnə qulluqçunu. Gəlib, ərin niyə gəlir? Ərini Bəli, tamamilə olur. Çünki niyə gəlir? Şaftalı söhbəti bura aid hələ ki məsələdir. Çünki hələ ki bura yerləşirlər. Hələ ki burada insider insidentdəki hadisənin davamıdır. Bütün ailə yerləşir. Aslında o şaftalı şeylə başlayır, qadın gedir, sonra qayıdır da. O yerləşməyə saymıram. Ən məsələ nədir? Oradakı məsələ nədir? Yerin altında da bir dənə adam var imiş. Midpoint odur. Bax, gəlir bura, bütün ailə yerləşir, əylənirlər hər şey. Məsələn, Black Snyder'da belə bir özünün bir çözümləməsi var. O deyir ki, bura ya saxta bir qələbədir, ya da saxta bir məğlubiyyətdir. Yəni, həyat elə bundan sonra davam edəcək. Ona görə bunlar burada çox qəşəng içirlər, əylənirlər, hər şey bomba, süperdir. Amma birdən-birə nə olur? Köhnə qulluqçu evə qayıdır, qapını açırlar ki, bu niyə gəlib? Dizlənirlər stolun altında. Qulluqçu gəlir, qapını açır, gəlir, görür ki, öz ərini padvalda saxlayır. Yəni, bunlardan da başqa bir, daha betər bir həyat var imiş burada. İndi üstəlik də bu adam bunları gördü burada və orada çox əla bir səhnə var. Telefondan silah kimi istifadə eləmək bir səhnəsi var. Çox xoşuma gəlir. Yəni, xəbər verərik, o xəbər verər, belə silah kimi bir-birinə tuturlar. Çox sevdim səni. Gördüyünüz kimi, bununla bağlıdır. Yenə bu evin içində, bu evdə zənginin həyata doğru bir atılımla bağlı bir hadisədir. Amma hekayəni tamam bir başqa yönə yönləndirdi. İndi qaydaq bura. Demək, xarakter bu dünyaya keçəndə, ikinci akta keçəndə nə olur? Yeni bir dünyaya daxil olur. Buradan tamamilə fərqli, status quo'dan fərqli bir yeni dünya. Amma eyni şəxsiyyətlə. Eyni şəxsiyyətlə. Məsələn, Parazitdə oğlan yeni villaya daxil olur. Amma oradakı əsas məsələ bilirsiniz nədir? Orada oğul inanır ki, kasıb həyatından zəngin həyatına keçid mümkündür. Çabalayaraq müəyyən şeylər eləyir. Amma ata inanmır buna. Ata inanmır buna və çünki ata vaxtı ilə yoxlayıb bunu və olmadığını qəbullanıb və razılaşıb bu həyatla inanmır. Və ona görə də görür ki, gənc oğlan yeni bir dünyada yaşayır, oranın qaydalarına uyğundur, amma hələ də keçmiş düşüncəsindədir. Buradan ikinci bir xətt açılır, B-story və yaxud da müxtəlif hekayənin xəttlərinə görə çoxala bilər, C-story filan. Bunlar nədir? B-hekayə, C-hekayə. Artıq ikinci akta keçəndən sonra müəyyən bir hekayə xətti də qoşulur bura. Bu nə olur? Məsələn, action filmlərdə sevgi hekayəsi olur, müəyyən bir mentor obraz üzərindən bir hekayə ola bilər. Bizim Parazit nümunəsində baxsaq, ata çox yaxşı B-story. Çünki belə bir anlayış var ki, B-story, B-hekayə, filmin hekayə xətti ilə fərqli bir hekayə xətti formalaşdırır. Amma filmin tematikası ilə, məzmunu ilə bağlantılıdır. Yəni, əslində çox vaxt baxanda filmlərə görür ki, xarakter əsas xəttdən nə öyrənəcəksə, B-hekayə əslində onun daşıyıcısı olur. Mentor hekayəsi, məsələn, Parazitdə, ata mentor hekayədir və B-story hekayəsidir. Uşaq öyrənəcək ki, hekayə boyunca əslində bu həyatdan o həyata keçid o qədər də asan deyil və hətta mümkünsüzdür. Yəni, biraz negativ və pessimist bir hekayə xətti var əslində Parazitdə. Və ata da artıq o düşüncədədir. Yəni, burada oğul ataya qulaq atsa, əslində hekayə lazım olmayacaq. Yəni, belə, artıq onu bilir onu orada. Biraz da orada Bong Joon-ho filmin rejissorunun ustalığıdır. Normalda mentor xarakteri, ağsaqqal, hər şey bilən, ağıllı, müsbət bir obrazdır. Amma onda tam tərsidir.
Yəni onun janrına uyğun. Görürsüz, yəni məsələ nədir? Strukturu götürüb, amma onu çox yaxşı özünküləşdirib. Mentor obrazı Bong Joon-ho mentorudur. Axırda görəcəksiniz, tamamilə fərqləndirib onu. Strukturu özündə işləyib, özündə uyğunlaşdırıb, müxtəlif janrlar qatıb. Demək, keçdi bu dünyaya, yeni bir dünyada mübarizə aparır, amma köhnə şəxsiyyət, eyni şəxsiyyəti ilə, köhnə şəxsiyyəti ilə. B-storydə buna davam edir. Məsələn, midpointə gələndə sevgi hekayələrində çox vaxt görürük ki, ya birləşirlər sevgililər, amma bu saxta birləşmə olur, ya da ki, ayrılırlar. Bu tipli nümunələr verə bilərəm. Sonra, bayaq dediyimiz nümunələrdə 5-ci element filmində. 5-ci element filmində yeni planetə gedirlər, yadınızdadırsa. Orada da əsas məsələ əslində fikir versəz görərsiniz ki, bütün məsələ əsas obrazın sevgiyə inamının geri qaytarılması üzərindədir. Nə qədər orada sci-fi olsa da hekayə, əsas məsələ odur. Orada da B-story olaraq digər planetdən gələn Rüşeymi böyüdürlər və oradan qız formalaşır. Mia Jovoviçin oynadığı qız formalaşır və o çox uşaq, belə infantil, belə mülayim şəkildə, mərhəmətli şəkildə bir sevgini təmsil edir əslində hekayədə. Yəni görsək ki, əsas obrazın ehtiyacı olan şey əslində o qadın obrazında var olur. Amma o bura gələndən sonra görür ki, yeni dünyada qız tamam ayrı mübarizə aparır. Bu amma gedib operaya, orada başqa bir şey obrazı, qaradərli obrazı, Chris Tucker girir hekayəyə, onunla bir hekayə xətti gedir, operaya gedir qulaq asır. Hələ ki onu görə bilmir. Özünə lazım olan şeyin o qızda olduğunu görə bilmir. Bayaq dedim yadınızdadırsa, Black Snyder deyildi ki, bu ya saxta qələbədir, ya da saxta məğlubiyyətdir. Bundan sonraki məsələ isə nə olur? Bura daha da çətinləşir. Yəni, saxta qələbə idisə, burada daha çox qüvvələr üstünə gəlməyə başlayır obraz. Daha da çətinləşir. Saxta bir qalibiyyət idisə, burada da məğlubiyyət başlayır. Aydın oldu bu. Daha çox məğlubiyyət üzərindən gedir hekayə. Buna hətta İngilizcə Black Snyder qəşəng adlanır, bad guys closing deyir, yəni pis insanlar yaxınlaşır, belə adlandırır. Bura deyək ki, məsələn, Parazitdə nə olur? Midpointdə nə oldu? Adamı gördü. Bundan sonraki bütün mübarizə evin içində çaxnaşmaqla başlayır. Bu adamı sustura bağlayırlar, atırlar onu padvala, obursunu susturmağa, qadını bağlayırlar ağzını. Görürsün, necə hadisələr daha da çətrəfilləşir və ciddiləşir. Eyni zamanda da 5-ci element filmində də digər planetdən olan yad planetlər opera salonuna hücum edirlər. Və qəhrəmanımız tək başına onlarla mübarizə aparmalı olur. Heç əlində bir silahı da olmadı. Çox çətinləşir. Gəlir bu nöqtəyə. Bu nöqtə ikinci aktın sonudur. Demək, ikinci aktın sonu çox vaxt belə bir hadisə baş verir. Buna Black Snyder deyir, ölüm qoxusu deyir. Şeyə baxsaq, qəhrəmanın yoluna baxsaq, orada mentor obrazının çox vaxt öldüyünü görürük, düzdürmü acı? Bura qədər sənə yol göstərən qəhrəman artıq burada ölür və sən məcbur qalırsan ki, özün bu yola davam etdirə biləsən. Çox vaxt bu hadisə ölümlə nəticələnir ikinci aktın sonunda, amma buna çox yaxşıdır Black Snyder'ın açıqlaması, ölüm qoxusu, çünki o ölüm olmaya da bilər. Nə ola bilər? Yəni, keçmiş bir ölümün xatırlanması da ola bilər. Hətta müəyyən bir bitkinin, heyvanın, neyinsə bir ölümünün bir xatırlatması belə ola bilər. Şərt deyil ki, burada kimsə ölsün deyil. Amma çox vaxt belədir. Məsələn, bir nümunə, 5-ci elementdə operanı dinləyir, orada bir yad planetdə opera müğənnisi var, çox qəşəng oxuyur. Onu qulaq asır və həmin tam musiqinin belə gözəl bir yerində atışma nəticəsində o ölür. Və belə bir gözəl, qəşəng səsi olan, belə bir obrazın ölümü artıq əsas qəhrəman üçün bir sarsıdıcı bir hadisə olur. Parazitdə isə bu tam da ölüm deyil. Məsələn, nə ola bilər? Bayaq tapdıq midpoint'i. Parazitin ikinci aktının sonu nə ola bilər? O qızı ölür. Bu burada finala yaxın. Twist, katalizasiya daha yaxındır. Tufanın şeysi yağış səhnəsi. Yağış səhnəsində niyə görür? Onlar o villadan çıxmalı olurlar. Öz evlərinə gəlirlər. Gəlirlər ki, sel basıb. Yəni, vaxtı ilə status quo'da olan ən azından belə padvaldakı ev belə artıq yoxdur. Onlar üçün ölüm o evin belə əlindən çıxmalıdır. Hətta yadınıza gəlir, burada tualet belə evlərindən yüksəkdə idi. Elə bir məkan seçmişdi. Burada gəlir tualet də daşır. Yəni, elə bir vəhşi bir vəziyyət yaradır ki, orada Bong Joon-ho. Biz deyirik ki, xarakterlər artıq bundan sonra heç bir həyatı ola bilməz. Yəni, ikinci aktın sonu elə bir his verməlidir ki, bizə ki,
artıq qəhrəman elə bir nöqtəyə tupikə dayanıb da, yəni bundan sonra həyat ola bilməz bunun üçün. Buradan sonra artıq başlayır 3-cü akt. Belə yazıb belə. İndi, bura keçəndə nə demişdik? Qəhrəman yeni bir dünyaya keçir, amma eyni şəxsiyyətlə. Bura keçəndən sonra isə necə ki burada katalizator hadisə oldu, yəni bundan sonra bir debat oldu. Eyni şəkildə burada da, amma bu hadisə fikir verdiksə bundan daha dəhşətli bir hadisə oldu. Bu dəhşətli hadisədən sonra da yenə bir debata girir obraz. Yenə bunu debat deyə bilərik əslində. İstədiyiniz kimi yenə deyirəm adlandıra bilərsiniz. Amma məntiq nədir burada? Qəhrəman elə bir hadisə ilə qarşılaşıb ki, artıq başa düşür ki, eyni şəxsiyyətlə bu yolu davam edə bilməyəcək. Mentor ölüb. Artıq onu bu yola çıxardacaq adam yoxdur, o tək başına davam eləməlidir. Və yaxud da köhnə həyatlarındakı ev də artıq yoxdur. Yeni bir yol tapmalıdırlar bu adamlar. Hara gedəcəklər, nə edəcəklər? Tamamilə yeni və başa düşürlər ki, yəni bizdə olan bir şeyi dəyişdirmədən bu yolu keçə bilməyəcək. Yəni bu əksiklik nədirsə onu həll etməliyik. Əgər dəyişdirirsə, yola davam edirsə, bizim müsbət janr, müsbət bitən hekayələrimiz olur. Dəyişdirmədən davam edirsə, negativ olur, tragediya ilə bitir. Və yaxud da Makkinin bir janrı var, ironik sonluq deyilir onu, ironiyalı sonluq. Yəni, müsbətə doğru gedir, amma qəhrəman başa düşür ki, bunu belə istəmirəm və əldə eləmədən qayıdır. Və yaxud da mənfiyə doğru gedəndə əl çəkir qəhrəman ondan, müsbətə gedib, ironiyalı sonluq deyirlər buna. Woody Allen bunu çox vaxt deyir və Makkiyə görə ən çətin tapılan sonluq üslubudur əslində bu, ironik sonluq. Yəni, müsbət olsa belə mənfi görünən, mənfi görünsə belə müsbət görünən bir sonluq. Okay. Bu, əsas məsələmiz burada nə oldu? Debat edəndən sonra bir şəxsiyyət artıq burada, deyək ki, yeni dünya və yeni şəxsiyyət. Başından belə bütün hekayənin məntiqi budur ki, daha yaxşı insan ola bilmək. Yəni, başda bu insanın nə eksiliyi vardısa, onu həll edib daha yaxşı insan olmaq. Mərhəmətsiz bir insan edirsə, mərhəmətli olsun. Sevgiyə inanmayan bir insan edirsə, sevgiyə inansın xəttidir. Bunun üzərində qurulur bütün hekayələr. Yəni, bir izləyici də onunla empatiya qurub izlədiyi filmdə də onu axtarır əslində. Buradakı əksiklik nə idi? Mən axırda nəyi tapdım? Əgər o qəhrəmanın dərdi ilə bağlantı qura bilməyəcəmsə, ümumiyyətlə, birinci növbədə mənim öz dərdimə başlamağım daha məqsəd uyğundur məncə. Dərdi tapıram, soruşa bilərsiniz ki, məsələn, sifariş olanda nə edirsən? Məsələn, ideya olaraq gəlir. Mənim bura çarə tapdığım həll belədir ki, çalışıram ki, o danışılan ideyadan, mənə gələn sifariş ideyada da nəsə bir bağlantı, bir dərd tapım orada da özümə. Bir xırda base story və yaxud da o hekayədə mənim də assosiasiya edəcək bir şey, məqam tapıb ona yazım. Əgər onu da tapa bilmirəmsə, qəbul edirəm. Yəni, bu qədər bəsdir. Aktyorlar rol üzərində də belə şeylərdə, personajlar... Metod aktör olayıncısı. İndi son bununla bağlı yeni bir, məndə bir update gəlib. Belə edirəm ki, əvvəllər məsələn, ən çox mənə üstümü sıxan bir dərd, üzərimə gələn dərd nədirsə, onu götürdüm, elə onun üzərində də qururdum. Amma sonra başa düşdüm ki, bu dərd başqalarına mənalı olmaya bilər. Mən artıq müəyyən bir şeyi keçirəmsə, artıq mən izləyiciyi fikirləşməliyim. Və əslində, mən bir dənə də dərdim yoxdur. Və başladım bu dərdləri saymağa. 3, 4, 5, 6 dərd formalaşandan sonra artıq onları analiz edəndə baxdım ki, bunlardan hansı başqalarına da maraqlı olur. Çünki artıq mənə maraqlıdır 4-5 dərddən biri və bunun içindən hamıya maraqlı olacaq birini də seçmək məncə mənim üçün çətin olmaz. Bu qərara gəldim və hazırda bu formada işləm də görəcəyik necə işləm. Bundan sonra isə belə bir şey ilə bunu götürmüşəm Paul Schrader'dan. Paul Schrader'in özünün üslubu var. Paul Schrader taksi driver'ın, taksi sürücüsünün yazısı, Raging Bull, Scorsese'nin əsas senarisi, daha sonra özü rejissorluğa da başladı. Onun senari metodologikasında belə bir şey var. Dərdin, problemi o seçdikdən sonra ona uyğun bir metafor tapır. Bu nə deməkdir? Tutaq ki, mənim dərdim şeydir, yaxşı rejissor ola bilməmək, yaxşı senarist ola bilməməkdir. Əgər bunu düz hekayə kimi yazsam, mən yenə də yaxşı senari yaza bilməyən, yaxşı rejissor ola bilməyən hekayə yazacam. Yəni, film boyu ancaq, hekayələr ancaq şey olardı. Rejissor olmağa çalışan kimsə, senarist olmağa çalışan kimsə olardı da, belə deyil. Ona görə də nə edirik? Bu dərdi əvvəlcə çox yaxşı analiz etmək lazımdır, bu dərdi seçdiyimizdən sonra. Məsələn, özünüzdə fikirləşsəz, artıq müəyyən bir şey formalaşacaqdır, bu dəqiqə dərd edən. Çalışmaq lazımdır ki, bunu biraz analiz etmək. Məsələn, necə? Bunu mən niyə bu dərd edirəm? Bunu kimlər bilir? O, və yaxud da kimlər bilmir?
Ona niyə demişəm? Bu formada analiz edəndən sonra əslində bunun altında yatan məsələ ortaya çıxır. Yəni bu dərdin əsl məğzi çıxır. O məğzi metaforlaşdırır Bolşevidir. Və bunu mən deyirəm. Məsələn, nümunə olaraq deyim. Taksi sürücüsü adamın bioqrafik hekayəsidir əslində. 20'li yaşlarında yazıb, 25 yaşında falan yazıb taksi sürücüsünü. Və taksi sürücüsü yazarkən alkolik imiş, özünü çox yalnız hiss edirmiş, digərləri tərəfindən qəbul olunmaq ehtiyacı duyurmuş, mədə problemləri varmış, qastrit falan əziyyət çəkirmiş və özünü şəhərdə, New Yorkda gəzir, hamının içində, amma tək hiss edirmiş. Və bu hissiyyat üzərinə əslində yazar hekayəsi yaza bilərdi. Amma bu yola getməyib. Fikirləşib ki, bunu mən başqa cür necə izah edirəm və o an bir ağlıma bir şey gəldi. Taksi və tabut kimi göründü mənə deyir. Bir insan bir taksi kimi bir tabutun içində bütün şəhəri gəzir. Hamının içindədir, hamı minir maşınına düşür, amma o təkdir. Və ona taksi sürücüsü üzərindən anlatmalı qərarına gəlir. Və bu metaforalarla bağlı nümunələr verir. Deyir, bu nə ola bilər? Fərqli peşəyə köçürtmək. Necə ki, özü idi. Fərqli dövrə köçürtmək. Məsələn, Qırmızı Zona filmi gördüm, deyim. Məsələn, problem təbii ki, senaristin, müəllifin problemində olan bir problemdə o köçürülüb tamamən fərqli bir dünyada. Onun içində özünün, Azərbaycanla bağlı, başqa dünya ilə bağlı nə varsa bunu burada köçürdə bilərsən artıq, o dünyanın içində. Fərqli bir dünya yaratmaq. Metafora taksistdir, yoxsa taksi özü də metafora? Taksi özü. Bir insanın o taksi içində olmağı belə tabut kimi görünür bana. O taksinin şəhərin içində, o tək, hamının içindədir taksi. Hamı içəri minir, düşür, amma təkdir. O özünü görür orada, taksi sürücüsü. Yəni, peşə, dövr, fərqli bir dünya. Yəni, bayaqçı 5-ci element filmi, məsələn, sevgi haqqındaydı. Onu çox fərqli cür anlata bilərdik. Parazit, müəyyən bir statusdan digər statusa keçid haqqındadır. Onu istənilən şəkildə anlata bilərdik. Bəli. Bir halda ki, bu açıq ürəklik göstərib, sizləriniz bölüşürsünüz. Çox istəyərdim ki, bu nümunələri özünüzdə, öz кейslərinizlə izah edə bilərsiniz. Məsələn, sizdə necə bir dərd olub və necə metafor olaraq xarac edib çıxıb bunu? Başa düşdüm. Dərdlərindən danışmaq Və istəmirəm. dərdiniz hardan formalaşıb? Yəni, əgər çox belə intim deyilsə, zəhmət olmasa deyiləm. İntim deyil, intimdir. Amma ki, yəni, bir nümunə deyim. Dərd olaraq deyirəm ki, istənilən senaristdən və istədiyim mövzuyu yaza bilmirəm. Və yaxud da ki, belə bir problem deyim. Rejissor olaraq dəyər görməyim problem. Mən üçün müəyyən bir dərd ola bilər. Sensura məsələsinə görə deyirsiniz, yoxsa? Yox, mən rejissor olaraq dəyər görmürəm. Xoş, məsələn, deyək ki, təkcə sensura məsələsidir. Rejissor olaraq istəyirəm ki, mən hamı tanısın, hamı sevsin, hamı hər yerə dəvət olunur, ev versinlər, başqa şey olsun. Belə şeylər istəyirəm, amma yoxdur da. Sonsuz mühasirə deməyim. Amma o dəyər görmür. Yəni, məcbur qalıram, başqa işlər görürüm ki, mən bu dəyəri görürüm. Hiss nədir burada? Dəyər görmürəm, başqaları da. Rejissor olaraq dəyər görmürəm. Mən bunu müasir dövrdə belə də anlata bilərdim. Amma mən bunun metaforasını belə qurmuşum. Səhv eləmirəmsə, Əlisa bəy siz yazmışdı statusu, ya da başqa birisi idi. Sovet dövründə yazıçılar repressiya uğrudurlar, senaristlər, yazıçılar. Amma rejissorlara dəymirlərmiş ki, onlar çünki senaristin yazısının yazdığı şey çəkirlər. Onlarda kreativ güc yoxdur. Belə bir inanc varmış repressiya dövrü və belə bir xəyal gəldi ağlıma ki, mən bunu köçürəm repressiya dövrünə. Müəyyən bir rejissor var, çalışır, vuruluşur, eləyir. Ətrafındakı senaristləri tuturlar, repressiya edirlər, amma buna heç kim dəymir. Bu fikirləşir ki, o işləri çəkən mənəm. Yəni, o senarist kimdir ki? Yəni, o yazısı kimdir ki? Rejissor da orada əsər. Onu köçürməsəydim, belə olacaq. Mənim istədiyim hissi verdi mi? Dərd olaraq. Amma tamamən fərqli öz janrımda, qara komediyada, repressiya dövründə çox yaxşı atmosferdə bir dünyaya formalaşdı. Cavabınızı verə bildim, yaza bilərsiniz. Kişi, qadın personaj, o da belə sanmalı. İşləyər müəllim, onu Trier çox yaxşı istifadə edir. Məsələn, Nymphomaniac filminə baxan var. Nymphomaniac filmi, baxmışsınız, Sədaqət xanım baxıb, amma sən deyirsən baxmışlar. Şeydən, mən Türkiyədə təhsil alanında baxmışdım Nymphomaniac-a, o 1 bölüm, 2 bölüm şəkildə 4 saatlıq film idi, səhv eləmirəmsə. Mənim də bir feminist müəllimim var idi. Birinci bölümə baxdıq, çıxdıq, mən belə deyilmişəm ki, ikinci bölüm başlasıydı, girərdik, ara vermişlər. Bu müəllimə gəldi, dedi ki, belə bax, dedi, sən ikiyə də baxarsan, hə? Dedim, mən getdim, çıxdı, getdim. Çox qəbul edilməsi çox çətindir film olaraq. Amma orada şey izah edəcəyim. Nymphomaniac əslində Trierin tamamilə bioqrafiyasıdır. Oradakı qadın özüdür, seks də əslində filmlə olan bağlantısıdır.
Hansı dövrdə ki, xarakter seksdən uzaqlaşır, o filmdən uzaqlaşdığı vaxtlardır. Hansı dövrdə ki, qopur şeydən orada studiya işlərə getdiyi dövrdür. Nə bilim, hansı dövrdə ki, seksdən zövq alır, həmin dövrdə özünün istədiyi filmləri çəkdiyi dövrdür. Madame Bovary, Gustav Flaubert'in ki, Madame Bovary. Anna Karenina, Tolstoydur. Qadınlaşdırma, cinsiyyət dəyişdirmə çox istifadə olunan metoddur. Dərdimizi analiz elədik, metafora budur. Bundan sonra nə edirik? Dərdlə metaforanı bir-birinə vuraraq, buradan sujetimizi ortaya çıxartmış oluruq. Yəni, nədir burada sujet? Bəxt dedimi, akt, açılış, akt var. Burada isə görürük ki, heç vaxt bu dediyim kimi başdan sona doğru bir şey formalaşmır. Oturursan fikirləşməyə görürsən ki, gah əvvələ çıxır. O, məsələn, bayaq danışdım, məsələn, obrazı tapmışam, dövrü tapmışam, amma heç davamı yoxdur. Nə olacaq bu adama? Demədim, düzdürmü? Bura qədəri tapdım. Ola bilər ki, bəzən mən bu formada nə edirəm? Otururam, belə qaralamalar yazıram, dərdi fikirləşəm, metafora fikirləşəm, nələr gəlirsə ağlıma, başlayıram yazmağa. Buna mən özüm üçün sujet deyirəm. Bura hətta açılış gəlir, bir xarakter gəlir, bir dənə diyaloq gəlir, bir dənə musiqi gəlir ağlıma, onu yazıram. Bir dənə film düşür yadıma, onu yazıram. Bir şəkil, foto və bunları toplayıram, mənim üçün bir forma olur, yəni belə kollaj bir şey formalaşmış olur mənim üçün. Və bunu formalaşandan sonra artıq 3 dəqiqəlik, 5 dəqiqəlik kiməsə tanışa biləcəyim müəyyən bir sujet formalaşmış olur. Necə ki, sizə indi danışdım. O formada bir şey formalaşmış olur. Və məsələn deyirəm, o musiqi. Bəzən olur ki, musiqinin adı filmin adına çevrilir. O musiqi və yaxud da filmdə istifadə edirəm. O film, ağlıma film gəldi. O filmə təzədən izləyirəm, oradan nəsə bir şey görürəm. Yəni, bura, Həsən Kəsən Nadir müəllimin dediyi o intuisiyana, oturub yazmaq, fəhmlə yazmaq lazımdır ki, mən burada edirəm. Ki, nə gəlirsə o çıxsın məndən, sonra görərəm bu nəyə uyur, nəyə uymur, nə çıxacaq. Bu sujet formalaşandan sonra şifahi tərz deyək, şifahi ənənə deyək. Şifahi ənənə gəlir. Bunu da yenə Paul Schrader'dan aldığım bir metoddur. Birinci buradakı görüşümüzdə də olanlar varsa izah eləmişdim bunu. Paul Schrader deyir ki, bu hansı ki biraz ki artıq ki hekayə formalaşıb beyninizdə, bunu güvəndiyiniz insanlara, fikrinə inandığınız insanlara danışın. Niyə görə bilin deyir, danışın. Siz deyir danışdıqca müəyyən insanlara iki şey baş verəcək orada. Ya maraq uyanacaq o adamların qarşısında sizdə. Gedib onu yazacaqsınız, hekayə deyəcək ki, artıq danışdım, bəsdir, get yaz. Ya da çıxılacaqsınız, görəcəksiniz ki, bunu yazmağa dəyməz. Yəni 3 il, 5 ilinizi xilas eləmiş olacaqsınız. 5 dəqiqə bu izah eləyə bilməyəcək, maraq oya bilməyəcək filmi bu qədər vaxt itirməyəcəksiniz. Buradakı əsas məsələ, burada keyword şeydir, bəyənib bəyənməmək deyil, maraq oyadıb oyatmamaqdır. Qarşısındakı adamın xoşuna gəlməyə bilər. Amma o sual verdi mi, sonra nə oldu, maraq oyatdı mı, o da əsas məsələ burada. Məsələn, burada bir dənə metod təklif edir. Deyir ki, məsələn, Eltron mənim dostumdur. Məsələn, oturuq danışmağa, deyirəm ki, Eltron, bir hekayə var ağımda. Danışın, deyir, danışın, Polşa deyir. Müəyyən bir nöqtəyə çatanda hekayə saxlayın, deyin ki, mən məsələn, tualetə gedəsim, telefon zəng gəlir, biləm, mən danışım, tualetə gedim, gəlirim. Çıxırsan, gəlib oturursan qarşısında və başlayın tamamən başqa şeydən danışmağa. Əgər o qarşınızdakı adam desə ki, bəyək hekayə danışırdı, nə oldu onun axırı? Demək ki, nəsə var o hekayədə, yoxsa da yoxdur. Bu çox test metod, çox işə yarayan bir şeydir. Yəni, sizi 2-3 il əziyyətdən xilas edə bilər. Bu şifahi ənənənin digər bir şey oldu ki, necə ki, o atəş başında danışanların nümunə gətirmişdim. Danışdıqca görürlər ki, nəydə diqqətlərini çəkdi, nəydə sualları yarandı və bunlardan öz üzərindən update gedir hekayədə. Hər dəfə görəcəksiniz ki, danışdıqca yeni bir xətt tapırsınız hekayəyə, yeni bir şey sual yaranır və yaxud da qarşınızdakı bir sual verir, gedirsiniz onu fikirləşirsiniz. Hər dəfə danışdıqca bu artıq inkişaf edir. Yəni, siz o senariyə gəlinə qədər müəyyən bir forma, hekayə artıq əlinizdə çıxmış olur. Məsələn, bununla bağlı nümunə verim, siz nümunə istəyirsiniz. Mən bir uzun müddətli yazım hekayə var, bunu bu metodla hər dəfə danışıram, bunu deməyəcəm onu hansı ki. Demək, keçən dəfə bir dostuma danışanda, hansı ki bu da müəllif, rejissor dostumdur, güvəndiyim dostumdur. Danışdıqca hekayənin bir nöqtəsinə gəldim, gördüm ki, öz içimdə, hələ deməmişəm, amma gördüm ki, çox konjektura bir mövzudur da bu belə. Biz də ikimiz hər dəfə konjekturanın məzələnib gülən adamları, qınlayan adamları ki, konjektura hekayələr çəkirlər ancaq. Mən özüm damıma elə bir şey tapmışam burada. Və onu danışa-danışa özümü o qədər sıxdım ki, onu necə fırladım deyim, necə deyim belə. Beynimdə ikinci bir həll tapdım o yola ki, əslində konjektura olmayacaq bir yoldur. Onu tapdım, öz-özümdə sevindim, o metodu dedim ona ki, belə olur. Getdim sonra o dəyişdirdim hekayəni. Bunu deməyəcəm. Yəni, bunu Daniel.
Bunun faydasını həqiqətən yəni fiziki olaraq gördüyüm üçün çox tövsiyə edirəm. Yəni bunu çəkinməyin tanışlar. Bu ananız atanız da ola bilər. Yəni bu məsələ oradakı dinləyən adamın professional olmağı deyil. Onun marağını oyatmamağıdır və izləyici olaraq. Məsələ budur. Şifahi ənənə də eləyəndən sonra müəyyən artıq bir hekayə formalaşmış olur. Şifahi ənənə biraz dəqiq termin deyilsən. O yəni Oral termin. rəy alırsan da, yəni test edirsən. Bax, bayaq da dediyim kimi istədiyiniz kimi adlandıra bilərsiniz. Sadəcə məntiqi başa düşməlisiniz. Ənənə sözü çaşdırır biraz. Tamam. Nə deyək mən? Level check. Bizim Şifahi piç də olur da, bu şifahi piç dərsinə qalsa. Şifahi piç. Şifahi piçə daha şifahi test, yəni feedback alıraq. Mürəkkəbləşdiniz, rəy alır da, bu qədər sağlık. Test drive. Hər şeyi niyə mürəkkəbsiniz? Baxın, yəni dediyim kimi, bayaq dediyim aktarda da, burada da istədiyiniz kimi adlandıra bilərsiniz. Məntiqi anlamaq lazımdır burada nədir? Test, şifahi test olsun bundan sonra. Bundan sonra gəlirik nəyə? Məsələn, bura nə deyək? İngiliscə outline-dir. Nə deyə bilərik müəllim, Azərbaycan dilində buna? Outline-ı başa salsan Şərtli deyil alır. Peki Ümumi cizgilər tipində. Yox, qrafer. Eskiz. Eskiz əladır. Eskiz əladır. Gəlin eskiz deyək. Çünki Çünki niyə? O çeşini deyil, çeşini. Yox, çox çətinləşir. Onun üçün çeşniyə bax mənası nədir falan. Pattern. Eskiz deyək, çünki eskiz uyur buna, rəsm. Salsan, neyirsən, çeşini. Okey. Buradakı test elədik, hekayə xətti formalaşdırıb müəyyən bir formalarda. Outline-da nə edir? Bir A4 və yaxud da 2 A4 səviyyədə qısa başlıqlarla hekayə xəttimizi yazırıq. O, çünki bir A4-də, 2 A4-də olmağı çox önəmlidir. Siz bir səhifəyə baxanda artıq hekayəni görəsiniz ki, haradan başlayır, hara gedir, nə edir. Və çox qısa başlıqlarla. Xarakter qızla tanış olur. Bu qız filankəsdir. Belə-belə. Onu burada görür. İş yerini yazdınız bir cümləyə. İş yerində qovulur. Parazitlə nümunə deyək, aydın olsun. Qəhrəmanlar pizza qutusu yığır. Məsələn, gəlir, o dərmanlayan maşın gəlir, qapını açır. 2. Oğlan dostu ilə görüşür. Dostu deyir ki, yeni bir iş var, bəlkə Hikmətdən fərqi nə olur onda? Sadəcə bir cümlə quracam. Bir cümlə, bir A4-də və yaxud 2 A4-də belə görə bilim ki, hadisələr nədir qısa-qısa. Mən nömrəlik yazıram ki, azı bir 50-60-a çatsın. Kağızlara alacaq. Bəli, Sitfield bunu post-itlərlə eləyir, yəni balaca yapışqan xəttlər, kartonlarla eləyir, 40 dənə olanda kifayət elədiyini deyir. Black Snyder əvvəldə 14 dənə eləyir, sonra onu 40-a artırmaq təklif eləyir. Müəyyəndir. Yəni burada və bunu çıxardanda biz iki şeyə fayda olur bizə. Həm belə bir səhifədə görmüş oluruq, həm də görürəm ki, artıq harada mənim boşluğum var bir səhifənin içində. Hələ də fikir verirsiniz, nə ssenari yazmışam, nə diyalog yazmışam bu metodun gələndə. Eskiz gələndən sonra isə artıq mən o aktlar məsələsini artıq qururam. O bayaqca çəkmişdim bu xətt məsələsini. Artıq buradakı qısa-qısa məsələlərim var da, buradakı hadisələri artıq bura düzürəm. Buradakı bir hadisə katalizatora daha uyulur. Bir hadisə midpoint-a daha uyulur, məsələn. Baxıram ki, ikinci aktda hadisəm yoxdur. Çox az hadisəm var. Bura üçün var hadisələrim. Məsələn, bura boş qalır. Heç üstünə gələn bir qüvvə yoxdur, çox zəifdir. Qısa-qısa xəttlərlə bura yerləşdirirəm. Sonluğumu bəyənmirəm, məsələn. Və yaxud da sonluğum var, amma başlanğıcım yoxdur. Bu sual işarəsindədir. Bunları, aktları düzəndə artıq başa düşülmüş oluram. Və müəyyən bir müddət verirəm ki, bu aktları, bu eskizi tamamlayım. Bu eskiz tamamlanandan sonra artıq senariyə keçəm. İndiyənə qədər qurduğum bu məsələ var. Senariyə keçəndən sonra ola bilər ki, hətta onu kənara da ata bilərəm. Ya tamamən senariyədə tamam başqa bir şey yaza bilərəm. Amma ən azından müəyyən bir boşluğa düşəndə, müəyyən bir şey, arxamda belə bir şey var ki, artıq obrazı tanıyıram azdan çoxdan, eskizim var. Yəni bir boşluğa düşəndə qayıdıb baxa biləcəyim, nəyisə tapa bilməyəndə qayıdıb baxa biləcəyim bir şeylər var. Yəni sıfırdan oturub diyalog yazmıram, yəni heç vaxt. Diyalog onsuz da ümumiyyətlə məndə axırda gələn bir şey. Birinci draft qaralama senariyada hazır olandan sonra təbii ki, bu başqa-başqa oxumalardan keçir. O oxumaların nəticəsində də 2-ci, 3-cü, 4-cü draftlar keçir. Yəni, indiyənə qədər bura yazdığım, qurduğum, aktara qurduğum şey mənim üçün olur müəyyən bir ilkin planlama. Senariyada bunların hamısı da dəyişə bilər, müəyyən səviyyəsində qala bilər.
Məsələn, axırıncı yazdığım o Yaşıl Çəmən qısa metraj filmi var. Onun keçən il 4-cü draftını yazdım. Sonra 1-ci draftla yoxladım. Baxdım ki, mövzu qalıb, amma cəmi bir dənə eyni hadisə var. Görüş müzakirə təqdimatdan sonra sual-cavab sessiyası ilə davam etdi. Amma mühazirə zamanı çox az işlətdiniz, xarakter. O keçən il. Nicat bəy danışanda dedi, o hansısa metoddan biri 20 sualdan ibarət ki, yəni xarakter barədə Sergey'in metodlar. Yəni biz bu xarakteri necə eləyik ki, funksiyadan canlı bir adama çevrilsin. Mən o metodlarını yoxlamışam, amma artıq heç birini istifadə edəmirəm. O biografiya yazmaq, 20 sual yazmaq. Mən xarakterin hekayədə tələblərinə uyğun olaraq xarakterin formalaşmasını istəyirəm. Həmişə. Yəni, hekayə tələbinə uyğun şəkildə formalaşsın və həmçində hekayənin tələbinə uyğun xarakter ikisi bir yerdə formalaşsın. Çünki hekayə xarakteri diktə edir, əksinə yox. İkisi də bir-birinə diktə edir. Amma məsələ nədir? O 20 dənə sual yazırıq, cavablandırırıq, eləyirik. Onu eləmişəm mən. Və onun heç bir şəkildə istifadə olunmayacaq şəkildə müəyyən bir xarakter yaratmış olur və çox vaxtda görürəm ki, işimə də yaranmır. Amma məsələn, hekayənin şəklində iləliyirəm də bir hadisə tapdım, məsələn, burada. O hadisə ki, ağlıma gələndə bu dərdə uyğun gəlir deyə. Və mən özümdə sual verirəm ki, bu obraz niyə bunu elədi? Və obraza aid bir şey tapıram. Və yaxud da obraza aid bir şey tapıram və deyirəm ki, əgər bu xarakterdə bir adamdırsa, bu neyiniyərdir bu hadisədən sonra? Bu daha orqanik gəlir, hekayənin içindən tapılır deyə düşünürəm. Mən ilk başlayanda, mənim bir müəllimim var idi, o şeyə inanırdı, xarakterə. Deyir ki, birinci xarakteri qurun, sonra ona uyğun hekayə qurun. Yoxsa deyirdi ki, xarakteriniz hekayə qədər olar. Yəni, canlı xarakteriniz sizin hekayəniz qədər olar da, yəni hekayənizin miqyası qədər olar. Amma canlı olmaz. Onu yoxladım, amma gördüm ki, məncə bir-birinə qarşılıqlı şəkildə olmalıdır. Bu hisslərlə yazırıqsa əgər, onu buraxmamaq lazımdır. Çünki orada çox intellektual bir iş çıxır ortaya. Oturursan, başlayırsan xarakteri analiz etməyə, biri bəri başına, sən heç bir şeyin olmadan, bu hekayədə nə yiyəcək deyə bir şey olmadan. Amma bu formada gedəndə daha hissi nəticələr ortaya çıxır. Dediyim kimi, məsələn, bir süjet gəlir ağılına, deyirsən ki, bunu necə bir adam eləyərdi, qadınmı, kişi özlüyündə tapırsan. Və yaxud da iki cinsdə ola bilər. Hələ ki, qadın kişi olduğunu tapmamışam bu obrazın. Və yaxud da bir qadın tapırsan, artıq qərar vermişsən ki, qəhrəman qadındır və yeni bir uşaq dünyaya gətirməklə bağlı bir situasiya qarşılaşırsan. Artıq burada qərar verirsən ki, qadın nə qərar verərdi, kişi qərar. Qadındırsa ona uyğun qərar verdirirsən qəhrəmanla. Bu formada yanaşıram. Dərddən başlayanda finalda ya qəhrəman dərdi onu gücləndirir, ya da ki, sındırıb məğlub edir. Ya tragediya olur, ya onu dərdini tapır, həll edirsə, bu olur müsbət hekayə. Güclənmə hekayəsi. Güclənmə hekayəsi. Ya onu tapa bilmir və yaxud da tapıb həllinə getmirsə, olur tragediya, klassik dillə desək. Və yaxud da dediyim onu ironik eləmək üçün isə dərdini anlayır, amma onun dalınca getmir. Nurlan, mən senarilərə başlayanda adətən obrazla bağlı iki dənə şey mənim üçün çox vacib olur. Biri obrazın istəyi nədir? Bu istək xarici dünya ilə bağlıdır. Bir də o obrazın ehtiyacıdır. Bu da onun daxili dünyası ilə əlaqəlidir və daxili dünyasında da bəzən heç onun xəbəri yoxdur, onun ona ehtiyacı var. Məsələn, tutalım, onun sevgiyə ehtiyacı var, amma bunun ümumiyyətlə xəbəri yoxdur ki. Məsələn, mən bu metoddan istifadə edirəm və görürəm ki, işləyir və bunu çox belə senari, Makki də danışır bundan, Sitfield da danışır, digərləri də danışır. Sən yoxlamısan bu metodu, ümumiyyətlə necə görürsən onu? 100% işə yarayacaq metoddur. Çünki orada istək məsələsi nədir? İstək görünən olur. Görünən olur, xarici dünya ilə əlaqəli olmalıdır. Bəli, istək olduğuna görə yola çıxmaq istəyi həllliliyi ilə bağlı olur. Ehtiyacı isə əslində o dərd dediyim və yaxud da problemləri ki var da obrazın. Dərdi isə həll eləməyə çalışdığı problem olur. O axırdakı görəcək, həll eləyəcək o olur. Çox vaxtda o ehtiyac gördüyünüz şey B story-də olur, fikir verirsiniz. B story-da o ehtiyac duyacağı şeylə bağlı. Yəni sevgilisə o B story sevgilidir. Ehtiyac duyacağı şey də o daxili dünyasına bağlı olur. Deməli, biz bu dəqiqə burada ssenarinin intellekt tərəfindən, intellektual tərəfindən danışdıq da. Bax, indi bu dəqiqə, yox, bax, indi bilirsiniz ki, süni intellekt dövrüdür də. Bax, süni intellektdə siz proqram versəydiniz, bu aktın hansı birisini deyərdiniz, hansı birisini ona sifariş verərdiniz? Başa düşmədim. Süni intellektlə işləyirsiniz də. Yox, işləmir.
Ya prosta mən Yəni Sədaqət xanım deyir ki, çətinlik çəkdiyi bir şeydir. hansı akt verərdi ki, bilirsən, Başlanğıc orada proqram verirsən də, proqram. süni intellektə proqram verirsən, o deyir ki, Mənə kömək eləsin tapmaqda. bəli, Ən bəli. çətin gələn hansı aktdır sənin Hə, üçün? mənə də deyirsən. Hansı aktı deyərdiniz ki, hansı aktdan başlayardınız? Mən indi intellektlə işləmirəm. Ümid edirəm ki, bu söhbət ümumiyyətlə bitər, işləməz süni intellekt. Süni intellektlə bağlı piyes yazmışam, tezliklə. O başqa. Bəli, mən tərəfdarı deyirəm, yəni tool kimi, yəni alət kimi okey bəlkə istifadə oluna bilər, amma tamamilə buna buraxılmasına, hətta təzəlicə Stranger Things deyə bir serial var. Onlar backstage-dən video, foto paylaşmışdılar. Orada ChatGPT görünmüşdü web browserlarında. Bütün izləyicilər tənqid edirdilər ki, siz neçə vaxtı bizə ChatGPT ilə yazmışsınız. Hə, mən bundan razı deyiləm. Guillermo del Toro'nun sözü var. ChatGPT ilə bağlı onu. Yaxşı söz. Mən onun tərəfdarıyam. F-lə baş. Normal, siz tam metrajlı bədii film ssenarisi yazmısınız. Emil Quliyevin Çəkilən orada. çəkilən başqa çəkilən. Başqa orada iştirakınız nə qədər olur? Tək olmuşam. Mən ideyanı ssenariləşdirmişəm, müəyyən formada çəkilib. Bu sualı bilirsiniz nə üçün verdim? İndi qısa metrajlar ayrılıb, bunu qoyuram kənara. Müxtəlif nümunələrdən danışırıq. Sadəcə bu nümunəni belə analiz edə bilərsinizmi bu kontekstdə? Hansı nümunə? Ssenari olduğunuz Emil'in filmində. Yox, eləyə bilmərəm. Çünki çox açıq, yəni oradakı məsələn, hansı səhv eləmirəmsə video analiz eləmişdi ki, xarakterin keçid məsələləri yoxdur da. Yoxdur çünki çəkilmir. Yəni amma ssenaridə var idi. Mən amma heç vaxt bunu tənqid edənlərə də heç bir gəl görüşək belə şeylər eləməmişəm. Çünki izləyicini maraqlandırmamalıdır orada səbəb nədir. Və mən bunun arxasında sığınmıram. Amma məsələn, mən orada özüm üçün tapmışdım orada. Niyə ora gedir, niyə eləyir. Müəyyən bir şey çəkilmir, məkan hazır olmur. Müəyyən bir şey çəkilmir, rekvizit hazır olmur. Əslində, mən senarist idim həyatımda, seriallar yazırdım. Senaristlikdən rejissorlara keçməyimin əslində səbəbi rejissorlara qane olmamağıdır. Özüm tam metraj çəkimdə bunu analiz edirəm. Əslində Azərbaycanda, mən dünyada da əslində belədir. İndi biz ssenaristlərin xətrinə dəymək istəmirəm, amma rejissorlar özləri əksəriyyəti ssenari yazırlar və yaxud mütləq şəkildə ssenarini bilməlidirlər və Tarkovskinin bir sözü var ki, əgər konflikt varsa ya film çəkməlidir, ya da rejissor özü ssenari yazmalıdır. Erkən hissləri qoyuram kənara, sizin o biri filmlərinizdə müxtəlif maraqlı xarakterlər vardı. Məsələn, bu xarakterləri necə işləyirdiniz, necə tapırdınız? Sırf təxəyyülüdür, müşahidə idi, həyatda rast gəlmişdiniz, yoxsa necə? Birinci film özüm Bilirəm, limitlər məsələsidir ki, həmin vaxtı neçədən limitin tərkibində yaşadığımı hiss edirəm. Karantin həm karantinlə müharibə gedirdi, həm kül quruyurdu, həm maskanı yaşamalıydı, bir sürü, həm işsizliğim, yəni hamısı var idi və baxdım ki, bu limitlər daxilində nəsə eləməliyim. Pişiyi xilas et məsələsi əsas Black Snyder'ın kitabını var. Bəli, məsələn, Save the Cat adı ingiliscində, Black Snyder'dan gəlir. Və tamamilə o kitabı analiz elədiyi müddətdə yazmışam onda. Hekayənin əsas xətti pişiyi xilas eləmək aktrisa Günel İmanova danışmışdı mənə, həqiqətən eləmişdi və ona görə də özünü çəkmişdim mən orada. Digər yana hekayələr isə həmin dövrdə təxəyyülü ağlıma gələn, məsələn, orada bir kişi ölür, deyir ki, bir oğlan atası ölüb Covid vaxtı, gəlib aparılırdılar orada, özünü bastıra bilmirdi. Başqaları aparmasın deyə bilməyəcək hara basacaq, özü həyətində bastırıb hekayəsi. Təxəyyülü ağlıma gəlmiş ki... o hekayədə belə bir xət var. Mən orada fikirləşəndə ağlıma gəlmiş ki, belə bir vaxtda kimsə yaxınını itirsə, necə qərar verərdi, elə bir şey ağlıma gəlmişdi. Sonra məşqlər var ki, aktrisalar məşq edirlər, onlar həqiqətən Ado teatrında görünən məşqlər idi və mənə çox qəribə gəlmişdi oradakı hərəkətlər, su kimi davran, torpaq kimi davran. Belə yığzam idi. Əslində orada eləmək istədiyim şey idi mən. Harmoni Korey'nin filmi var, Gummo deyə. Tufan baş verir bir Amerika ştatında. O tufandan sonra müəyyən xarakterlərin bundan sonraki həyatı nədir, onları izləyib. Biraz belə documentary fiction tərzi bir filmdir, Harmoni Korey. O tipli bir şey istəyirdim əslində. Fərqli-fərqli obrazlar, fərqli-fərqli məkanlar. Çünki çəkəndə də onu mən paralel işləyərək həftə sonları çəkmişəm belə. Və ona görə fikirləşmişdim ki, hamısı fərqli məkanda fərqli bir situasiya olmalıdır ki, mən rahat onu çək edə bilim. Bir də o, əslində, mənim üçün biraz o rejissorluq təlimi idi özüm üçün.
Orada fikir versiniz, maşında səhnə var, yolda var, evdə var. Yəni hər yerdə eksperiment eləmişsiniz. Bəli, bir dənə film olsun, müxtəlif obrazlar, müxtəlif məkanlar olsun ki, mən fərqli yerlərdə necə mizan quracam, necə edəcəm, bir mənim üçün təyin olsun deyə. Bu hansı film? Amma hansı qəribədir, dramaturji bir, yəni ona baxanda o bütünlüyü hiss edirsən. Çünki ssenaristlikdən gəlmir. O hadisələri sadəcə olaraq yığmamışam da, yəni onu bu struktura axırda oturtmuşam. Azərbaycan Kinematografçılar İttifaqının Ssenaristlər Meydanı layihəsi isə davam edir.